Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev. Parad, fərəqə. Salamlama vəziyyətini al. Diqqət, mərkəzə. Cənab Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin parad heyətləri Vətən müharibəsində qələbənin 5-ci ilində həsr olmuş hərbi parada düzülüb. Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov. Salam əskər. Əziz hərbiçilər, hörmətli qonaqlar, xanımlar və cənablar. Mən sizi və bütün Azərbaycan xalqını şanlı zəfərimizin 5-ci il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bugün bizim paradda əziz qardaşım Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı hörmətli Rəcəb Tayyip Erdoğan iştirak edir. Əziz qardaşım 2-ci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı, hörmətli Prezident Erdoğan'ın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə, müttəfiqlik səviyyəsinə qaldırmışlar. Və bugün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür. 5 il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyip Erdoğan bizimlə bərabər idi. Bugün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Və bugün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbiçiləri də bizimlə bərabər iştirak edirlər. Və bu üç ölkənin, Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bizimlə bərabər bugün olmaları bir daha bizim birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir. 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana
apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20%-i işğal altına düşmüşdür. 1 milyon Azərbaycan vətəndaşı qaçqın köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Etnik təmizləmə siyasəti aparılırdı. Bu bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən eyni zamanda hər zaman bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpaq azad etmək fikrində deyildi. Ermənistan arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin baxasına olursa olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və ildən ilə, aydan aya gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq və əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bugün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər, digər amillərlə bərabər bizi şanlı zəfərə yaxınlaşdırırdı. Azərbaycanda ictimai, siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhuna, vətənə sevgi ruhunda tərbiyə eləmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Və vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı zəfərimizin əsas amillərdən biridir. Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəz olunmaz ölkəyə çevrildik. Və bütün bu amillərlə bərabər ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdır. Biz güclü ordu, güclü silahlı qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq. Ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişdik. Və bütün bu amillər və digər amillər bizim qələbəmizi, şanlı zəfərimizi şərtləndirmişdir. Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və 2-ci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdır.
bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdır. Onlar bizi yeni müharibə ilə hədələyirlər. Hətta deyirlər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bugün hərbi qənimət parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. 44 gün ərzində bizim şanlı silahlı qüvvələrimiz hər gün irəli gedirdi. Bir gün, bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişdik. Bunu döyüş meydanında sübut etmişdik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və hər azad edilmiş şəhər və kənd, orada qaldırılan Azərbaycan bayrağı bizim ordumuzu da, xalqımızı da daha da ruhlandırırdı. Və nəhayət, noyabrın 8-də alınmaz qala sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı zəfər yürüyüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq biz şanlı zəfərə doğru gedirdik. Və Şuşanın düz 5 il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra noyabrın 9-undan 10-una keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza attı. Beləliklə, biz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik. Bugün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bugün böyük qayıdış proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz qürur hissi ilə bu 5 ili yaşamışıq və əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti, qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Bu torpaqlarda əbədi Azərbaycan bayrağı dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını bir daha şanlı zəfərimiz münasibəti ilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqına can sağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır.